Salam əziz şagirdlər. Deməli bugün bir mensul təniklərdən 50-dən sonranın izahlarını inşallah təqdim edəcəm. Vaxt itirmədən keçək sualların izahına. 50-ci sual. Deyib x kvadratı çıxılsın 5 bərabərdir 4-ə. Tənin kiçik kökünü tapın. Bu 5-i sağ tərəfə ata bilərəm. X kvadratı bərabərdir 4 plus 5. X kvadratı bərabərdir 9-a, x də bərabərdir plus minus 3-ə. Həm mənfi 3, həm də müsbət 3-ün kvadratı 9 edir. Amma 2 dənə kökü var. x1 mənfi 3-dür. x2 müsbət 3-dür. Bizdən kiçik kökü istəyib. Deməli, cavab mənfi 3 olacaq. Cavab A bəndi. 52 də eyni qayda, 51 də eyni qayda, 52-yə baxaq. Deməli, 3x çıxılsın 8 bərabərdir 3x plus 2. X-ləri bir tərəfə keçdirəcəm. X olmayanları bir tərəfə keçdirəcəm. 3x çıxılsın 3x bərabərdir 2 plus 8. Niyə? Minus 8-i keçdi, buzu plus oldu. 3x-in 3x çıxanda 0, 0 bərabərdir 10-a. Belə bir şey ola bilərmi? Heç vaxt. Boş çoxluq. 52 də getdi. Cavab yazacaq ki, kökü yoxdur. Yəni 10 götürəcək. 54-cü sualda. 54-cü sual. 3x kvadratı plus x minus 1 bərabərdir 0-a. Kökdən kvadratların cəmi. Yəni x1-in kvadratı plus x2-nin kvadratı. Şurada belə bir düsturumuz var bizim. x1 plus x2 kvadratı kənardan çıxılsın 2x1 x2. Bu hansı düsturdan alınır? A kvadratı plus b kvadratımız vardı. Müxtəsər vurma düsturu. Ondan alınır. Deməli, A plus b, bunu hamı bilir. Bunda da eynidir onsuz. Kvadratı çıxılsın 2ab. Budur. İndi buna Viet teoremi tətbiq edeyim. Gətirim yerini qoyum, hesablayayım. Viet teoremini tətbiq etmək üçün x kvadratının əmsalı 1 olmalıdır. Hər tərəfini 3-ə böləndə x kvadratı plus 3-də 1 x çıxılsın 3-də 1 bərabərdir 0-a. x1 plus x2 bərabərdir 3-də 1-ə. x1 vurma x2 isə bərabərdir mənfi 3-də 1. Gətirib qiymətin yerinə yazsam. Bu düsturda yerinə yazsam. Bu düsturda yerinə yazsam. Olacaq 3-də 1-in kvadratı çıxılsın 2 vurma mənfi 3-də 1. 9-da 1 mənfi 2-ni mənfi 3-də 1-ə vuranda 2 dənə mənfi toxuşu müsbət edəcək. Olacaq 3-də 2. Bunlar da eyni məxrəcə gətirsəm uşaqlar. Deməli, bunu 3-ə, bunu 1-ə vurmaq lazımdır. O da olacaq 9-da 1 1-in 1, 2 2-in 2 3-ündə 6. Eləyəcək 9-da 7. Yəni cavab Y bəndi. 56-cı sual asandır. 8 çıxılsın 2x minus 5 minus 4x bərabərdir 17-yə. 8 çıxılsın 2x. Bunun qarşısında müsbət işarəsi vardı, olduq kimi açdım. Amma qabağında əgər mənfi işarəsi varsa, olduq kimi açmaram, əkisini açaram. 5 deməli minus olacaq plus 4x. Belə şeylərdə diqqətli olun. İndi x-ləri bir toplayacağım. Mənfi 2x-dən 4x toplayanda müsbət 2x. 8-dən 5-i çıxanda 3 bərabərdir 17. 2x bərabərdir 17-dən 3 çıxanda 14. X də bərabərdir 14 bölünsün 2. X olacaq 7. Başladıq növbəti suala. 58-ci sual.
58 x'in kubu plus 27 beraberdir 0'a. 27'ni atsam bu tərəfə. X'in kubu 27 atılanda bu üzüm mənfi 27. X də bərabərdir. Kök altında. 3-cü dərəcədən mənfi 27. X olacaq. Deməli, 3-cü dərəcədən mənfi 27 nə çıxır? Mənfi 3. Amma məsələn, x kvadratı mənfi 9 olsaydı, onun kökü yox idi. Çünki 3-cü dərəcədən heç vaxt nəyinsə kvadratı mənfi edə bilməz. 58 də eyni qayda. Düzəldi. Deməli, 60 deyib ki, mx kvadratı minus x minus 6m plus 4 deyib köklərindən biri 1 olarsa. Uşaqlar, köklərin birindən biri 1 olarsa, o deməkdir ki, x-in yerinə nə yazsın? 1 qoyub hesablayacağım. M vurma 1'in kvadratı çıxılsın 1, çıxılsın 6m plus 4 bərabərdir 0'a. 1'in kvadratı 1, m-ə vuranda m çıxılsın 1, çıxılsın 6m plus 4 bərabərdir 0'a. M-dən 6m çıxanda mənfi 5m, mənfi 1'dən də üstünə 4 gələndə müsbət 3 bərabərdir 0'a. Belə. Necə biləmirik? Deməli, deyək belədir. Bu plusdur. 59'dan saçmışam mən. Bu plus. Onda oldu 5. Mənfi 5m. Bu müsbət 5 keçdi, bu üzrə mənfi 5 oldu. M də bərabərdir. Mənfi 5'i mənfi 5'i böləcəm. 1 alınacaq. Cavab 1. 62-ci sual. Deməli, 15 plus x bölünsün 4'ə bərabərdir 5'ə. Tənliyin kökündən 10 vaid böyük. Tənliyin əvvəlcə kökünü tapmaq tənasüb. 15 plus x-i 1'ə verəndə 15 plus x 4 5'imdə 20. X-i tapanda 20'dən 15'i çıxıram. X oldu 5. Bundan deyib 10 vahid böyük. 5 üstə gəlsin 10. Elə də 15. Cavab 15 olacaq. A bəndi. Sonra nə var? 64-cü sual. X üstə gəlsin 0,5 bərabərdir 0,4'də 7. X üstə gəlsin. Bu onda 5'dir. Bu da 9,7'dir. X'i tapanda 9,7 çıxılsın onda 5. Bunu 10'a, bunu 9'a. X bərabərdir 90'da 70. Çıxılsın 59. X də bərabərdir 90'da 11. Bəli, 90'da 11. Elə bir cavab var. Neyse, səhv etmişəm. Deməli, 45 deyim. 5 9'un 45 alınmalıdır. Bu da alınacaq. Deməli, 25. Onu da çıxanda olacaq. Hər tərəfə böləndə elə bil 5'ə. 18'də 5. 18'də 5. B bəndi. Sonra ədədin üzərinə onun 30%'ni əlavə etdikdə bu sual asandır.
Sonsuz sayda həll var. Bu da şeydir. 67-ci suala baxaq. Belə bir tənliyidim. Modulda x minus 4 bərabərdir 11-i 2-yə böləcəm. Edəcək 5/5. Bir dəfə x minus 4-ü 5/5 götürəcəm. Bir dəfə də x minus 4-ü mənfi 5/5 götürəcəm. X olacaq bunda 5/5 plus 4 x-də bərabərdir 9/5. Bir dəfə də x olacaq mənfi 5/5 plus 4 x olacaq 5/5-dən 4-ü çıxanda mənfi 1/5. Bizə deyim nəyi tapın? Köklərini tapın. 9/5 və mənfi 1/5. Cavab B bəndi. 70-də də eyni sualdır. Və 69-da da baxaq. X-i tapsıq 15 bölünsün a minus 5. A nə vaxt kökü olmaz? 5 olanda. Niyə 5 olanda? Çünki 5-dən 5 çıxanda 0, 15-də 0-a bölündə mənası olmaz. Baxın, A 5 olanda, yəni məxrəc 0 olanda kökü yoxdur. Belə. 70. 70-ə baxaq. Deməli, bir dəfə x minus 4-ü x plus 3 götürüb hədləyəcəm. Bir dəfə də x plus minus 4-ü mənfi x plus 3 götürüb hədləyəcəm. Bunda x çıxılsın x 3 plus 4. X-dən x çıxanda 0 bərabərdir 7-yə. Olmaz, boş çoxluq. İndi x minus 4 bərabərdir mənfi x minus 3. Bu mənfi görə ikisi də mənfi olur. 2x, bunu keçdim bu üzə 2x mənfi 3 plus 4. 2x bərabərdir 1-ə. X-ə bərabərdir 1 bölünsün 2-yə. Belə. Cavab 0/5. Yəni 2-də 1 alınacaq. Y bəndi. Yetmiş bir. X'in kvadratı minus 8x plus 15 bərabərdir 0-a. Deməli, bir də bizə verilib ki, x2-də x1 üstə gəlirsin. x1-də x2. Bunu qiymətini hesablayın. Buna yeni məxrəc getirsəm, bunu x1-ə vermək lazımdır, bunu x2-yə vermək lazımdır. Bundan bu nəkubunu tapdığımız x1, x2 x1-in kvadratı plus x2-nin kvadratı. Bu da olacaq. Bunun yerini bir asılış yazsam. x1 plus x2-nin kənardan kvadratı çıxılsın 2x1, x2. x1, x2. İndi gətirib qiymətlərin yerinə yazım. Amma burada vektərimdə bilməliyik. Köklərin cəmi nədir? Köklərin cəmi x1, x2-nin cəmi 8-dir. 8-in kvadratı. Çıxılsın 2x1, x2-nin hansı da 15. Bu da 15. Gətirib qiyməti tapsam 64 çıxılsın 30 bölünsün 15. O da edəcək 34 bölünsün 15. Bunu da belə qarşı qədinləsin 2/15-də 4 alınacaq. Cavab A bəndi. Deməli, onda baxaq davamına.
74-cü sual. Bu bir çətin sualdır sizin üçün. Deməli 3 x plus 2'nin kvadratı. Deməli bir də 2 x plus 1'in kənardan kvadratı plus 4. 3. İndi bu x plus 2'nin kənardan kvadratı nasıl ki var da? Birincinin kvadratı plus birincinin ikincinin hansının ikincisi 4x plus 4 üstə gəlirsə 2 möhtəzli x kvadratı plus 2x plus 1 plus 4. Bunu paydama xassasına tətbiq edəsəm 3x kvadratı 3'ü 4'e verəcəm 12x 3'ü 4'e verəcəm 12 2x kvadratı plus 4x plus 2 plus 4 x'ləri bir tərəfə keçirəm, hamısını bir tərəfə keçirəm. Bunlar olduqca yazıram. Ondan sonra baxaq 12x plus 12. İndi bunların əksini çevirəm, hamısını keçirəcəm. 2x kvadratı minus 4x minus 12 minus 4 bərabərdir 0'a. Mənfi 12 müsbət 12. İslah getdi. Başqa islah gedən yoxdur? Yox. Deməli 3x kvadratına 2x kvadratını çıxanda x kvadrat alınacaq. 1x kvadrat yəni x kvadrat 12x'dan 4x çıxanda alınacaq 8x. Ədəd çıxılsın bir dənə 4 qalıb. Uşaqlar köklərini tapmaqda olar, amma diskonant mənfi olacaq. Amma sənə deyib ki, köklərin hansıdır? x1-dən x2-nin hansıdır? V7 tərimini görə bu sərbəstdir. Çevrilmiş kvadrat tərimi olduğu üçün. Cavab mənfi 4. Yəni cavab olacaq köklərin hasili demişdi. Plus 4 idi, bu da 12. Səhv elədim. Səhv elədim. Bu 2 idi. Bu 12 nətər yazım sonradan. Bu 2 idi. Bu tərəfə keçdim mənfi 2. Plus bu da 12'dir. İndi bunu uşaqlar 8x plus 12'dən 4'ü çıxanda 8, 8'dən də 2'ni çıxanda 6. Müsbət 6 üstü gəlsin 6. Yəni x1-dən x2'nin hasili 6. Cavab 6 olacaq. Yəni D bəndi. Bir dənə yerdə səhv eləmək hər şeyi təsiri olur. Digərləri də özü yavaş-yavaş işləyəcək suallar məncə elə çətin yoxdur. Yaxud lap deyim 75-ci sual, məsələn 76-cı sual deyim. 76-cı sual 7 bölünsün. 7 bölünsün. 7 çıxılsın. 3x plus 6 x minus 5 bölünsün 2 3 x minus 5 bərabərdir 0'a. Baxın uşaqlar, deməli bunu birinci sadələşdirək. Bundan 3'ü çıxarsam x plus 2 qalacaq. Bu belə. X minus 5 tərsini çevirəcək. 3'də x minus 5 bərabərdir. X minus 5'də ixtisar getdi. 3'də ixtisar getdi. Qaldı x plus 2. Amma uşaqlar şərtimiz var ha. Bir dənə də x minus 5 0 ola bilməz. Niyə? Çünki 0'a bölmə yoxdur axı o baxımdan. Məxəz heç vaxt 0 ola bilməz. X olacaq 5. Fərqli də 5 olur. Yəni 5'dən fərqlidir. Bu kökə baxmaq lazımdır. İndi 7 çıxılsın. 7 çıxılsın. Nə qalır burada? Ümumi bu ifadənin qiyməti x plus 2'dir. X minus 2 bərabərdir 0'a. Bu da olacaq uşaqlar. Deməli 7'dən 2 çıxanda 5 minus x bərabərdir 0'a. X isə bərabərdir 5'ə. İndi uşaqlar 5'dən də fərqlidir axı 5 ola bilməz. Çünki 5 olsa tənin kök 5 deyil. Gətirib onda qiyməti qoymalı lazımdır. 5'dən 5 çıxanda 0. Onda mənim 5 də olmasa nə olacaq? Boş çoxluq. Heç bir olmur. 80-cı sual.
Hər tərəfinə x plus 2-lər də ixtisar edə bilərəm. Daha asan ola bilər, amma gəlin vərəb açaq. Və x-ə verəndə x kvadrat. X-i 4-ə verəndə 4x. 2-ni x-ə verəndə 2x. 2 4-ün 8. X plus 2. X kvadrat. 4x-in 2x çoxlayında 6x. 6x plus 8 bərabərdir x plus 2. X-dən 2-ni ataq sağa. X kvadratı. 6x-in x-i çıxanda 5x. 8-dən də 2-ni çıxanda 6. Bunun diskriminantı hesablanmasını bir də üstə d bərabərdir. B kvadratı çıxılsın 4ac. Yəni b-miz isədir. Mənfi 5. Yox, müsbət 5-in kvadratı. Çıxılsın 4a1, c isə 6. 25 çıxılsın 24. Ödəyəcək 1. Belə. Köklərin tapılması, diskriminant tapılması köklərini tapmaq asandır. x1 bərabərdir. Deməli, olacaq. Bizə özümüzdən üzülüm verdi uşaqlar. Köklərin cəmi deyib də. x1-dən x2-nin cəmi bir tərimlə əsasən x-in əmsalına əksi olacaq. Həmişə belədir, həmişə elədir uşaqlar. Özünüzə üzülüm verməyin. Baxın. 82-ci sual. Hər birini 0 götürüb işləyəcəm. 5x minus 4 bərabərdir 0. X plus 8 bərabərdir 0. 5x bərabər 4-də, x də bərabərdir 4-ü 5-ə böləndə 0,8. X də bərabərdir 0 keçdir. Mənfi 8, müsbət 8 keçdir, mənfi 8 oldu. Yəni kökü bu. Belə. Tənliyin kökləri qarşılıqlı təsvir edilir. Qarşılıqlı təsvir olanda c-si 0 olmalıdır. 1 olmalıdır. 3p plus 4 bərabərdir 1-ə. 3p 1-dən 4 çıxanda mənfi 3. P də bərabərdir mənfi 3-ə böləndə mənfi 1. Belə. Hər birini 0 götürəcəm. X oldu 0. X çıxılsın kök altında 10 bərabərdir 0-a. X olacaq kök altında 10. Belə. Kök altında 10 və 0. 2-dən köklərin cəmi 0-dan kök altında 10 toplayanda belə 10 edəcək. Bu qədər uşaqlar. Davamlı inşallah gələn videolarda izah edəcəm. Sağ olun, salamat qalın.